iştirakçıları biz resurs analiz informasiya mərkəzi olaraq cəmiyyətdə milli şuurun planlaşdırılmasının təhlili layihəsini həyata keçiririk. Bu layihə Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarından dövlət dəstəyi agentlik tərəfindən dəstəyi ilə həyata keçiririk. Layihənin adından göründüyü kimi bu tədbirdə əsas bizim əskərlərimiz, qazilərimiz, şəhidlərimizi, o ruhda cavanları necə deyərlər, tərbiyə eləmək üçün bu tədbir keçiririk. Mən xahiş edirəm ki, bir dəqiqəlik... Xanım, çox xahiş edirəm, çox xahiş edirəm. Bir yarım saat səbir edirəm, sizdən xahiş edirəm, danışımdan. Onlar, biləm ki, indi hamısının arasılığı var, yarım saat səbir edirəm, tədbir yola verir. Buyurun. Mən xahiş edirəm, bir dəqiqəlik şəhidlərimizi yad edək. Allah rəhmət eylesin. Bizim bu layihə haqqında burada qeyri-hökumət təşkilatı sədri var. Hüquq və Demokratik İslahatlar Mərkəzinin sədri İlham müəllim burada iştirak edir. Xahiş edirəm, ona layihənin bu barədə o geniş məlumat verəcəkdir. Hörmət tərbiyyə iştirakçıları, hər birini salamlayıram. Doğrudan da bugün tarixin ən gözəl, ən qüdrətli dövrünü, ən qürurverici bir dövrünü yaşayır. Ən az ona görə ki, 30 illik işğal altında olmuş torpaqlarımızı 2020-ci il sentyabr 27-sində başlayan və 44 gün davam edən vətən müharibəsi ilə azad etdik. Bax, bu qürurverici, bu tarixi anları bizi yaşadan bizim şəhidlərimizi, bizim cəngavər oğullarımızı, bizim Ulu Öndər Heydər Əliyevin və Prezidentimiz İlham Əliyevin yetişdiyi gənc nəsildir. Bax, məhz onların sayəsində 44 gün ərzində yağıb düşmən Azərbaycanın o dilbər gülşələrində, Qarabağın o gözəl məkanında yurt salınmış, böyük bir səngərlər qazı burada yerləşmiş və hər cür silah və sursatlarla orada yerləşmişdir ki, bizim qüdrətli ordumuz, müzəffər ordumuz çox dəmir yumruq əməliyyatı ilə onları sıradan çıxartdı, məhv elədi və bildiyiniz kimi 2020-ci ilin noyabr ayının 8-də Şuşanı, yəni Qarabağımızın tacı olan Şuşanın işğalının azad edilməsindən sonra erməni silahlı qüvvələri onların baş komandan deyilən Paşinyan ad bayraq qaldırmağa məcbur oldu. Təbii ki, bu qələbənin həyat keçirilməsi və reallığa çevrilməsinin çox böyük obyektiv səbəbləri var. Ən azına görə ki, o torpaqlar bizim torpaqlarıdır. Ən azına görə ki, tarixin hər bir məqamını araşdırsaq, o gözəl torpağın, o gözəl yurdun hər bir dağında, hər bir daşında, hər bir cəbəlində Azərbaycan xalqının tarixi izləri var. Orada Azərbaycan xalqının, Azərbaycan insanlarının yerləşdiyi, yaşadıkları izlər var. Bilirsiniz ki, tarixin müxtəlif dövrlərində ermənilər Azərbaycanlara qarşı müəyyən soyqırım aktları həyat keçirilir. Ancaq 20-ci əsrdə ermənilər sizdə tarixdə 4 dəfə Azərbaycanlara qarşı soyqırım aktları törədiblər. Və bu aktlar nəticəsində 2 milyondan çox Azərbaycanlı məhv edilib, milyon yarımdan çox insan isə öz doğma yurd yuvasından gidərkən çalır. Minlərlə şəhər, kənd, qəsəbələr darmadağın edilir. Bax, erməni vəhşiliyi, erməni vandalizmi bütün sferalarda özünü nümayiş etdirir. Düzdür, bəlkə mən özüm də araşdırmışam müəyyən mənada. O mənada ki, düz ermənilərin burada yerləşdirilməsinin, Azərbaycan Qafqazı yerləşdirilməsinin müəyyən xarici güclərin hərbi, siyasi, maliyyə dəstəyi olur. Amma gəlin razılaşaq ki, müəyyən mənada özümüzün də sərkərdələrimizin, böyük fatihlərimizin də bu və ya digər formada səhvləri olur. Nə mənada? Yəqin ki, siz tarixdən çox gözəl bilirsiniz. 1434-cü ildə Qaraqoyunlu hökümdarlığı Əmir Rüstəmin dövründə, İrəvanda məskunlaşmış o dövründə Qriqori Makbuli deyilən bir erməni olur. Yəqin ki, bilirsiniz. Onun
ödənişi nəticəsində onun müəyyən sözləşməsi nəticəsində indiki İrəvan daxilindəki Ermənistan ərazisində Eçməzdin kilsəsi də daxil olmaqla 6 kənd 6000 dinara o həmin Qriqori Makuli deyilən erməniyə satıldı. Bizim özümüzünkilər yəni, bizim böyük fatihlərimiz, sərkədələrimiz məhz həmin o ərazinin ermənilərə bizəşlə bağışlanmasına vəsilə oldular. Həmin o sənəd, həmin o Əmir Rüstəmin imzası rəsmiləşdirilmiş o sənəd hal-hazırda İstanbul Muzeyində və eləcə də Kümrüdə saxlanılmaqdadır. Yəni, nəticədə 6 dənə kəndin ermənilərə, dediyim ki, 1931-ci ildə ermənilərə satılmasından sonra Azərbaycanın bəlalarının müəyyən nöqtədə mənim düşüncəmə görə əsası qoyuldu və 6 kənd sonradan 60 kəndə bölündü. Nəticədə ermənilərin indi bu Fars Molla rejimi ərazisindən o ərazilərə köçürülməsi prosesi gedirdi, Osmanlılardan köçürülmə prosesi həyat keçirildi və burada məşğullaşdılar. Sonra da müəyyən böyük güclər isə onları dəstək göstərdilər və Azərbaycanlıların sıxışdırılması, müəyyən hiləgər planların həyat keçirilməsi üçün müəyyən tədbirlər gördülər. Gəlin razılaşaq və istəklərinə də məşğulun minnətlərə nail oldular. Xüsusilə də 20-ci əsrin əvvəllərində dediyim kimi o girişdə ki, 4 dəfə Azərbaycanlılara qarşı soyqırım siyasəti həyata keçiriblər. Ən böyük bəlalarımızın 20-ci ən böyük bəlalardan biri də qeyd edildiyim kimi 90-cı illərdə baş verdi ki, və nəticədə Azərbaycanın günün faiz torpağı işğal edildi. Təbii ki, düzdür. Yenə də ulularımızın səhvlərini bizim müasir dövrdəki özlərini lider adlandıran, amma liderçilikdə vana getməyən müəyyən qüvvələrin də oldu. Xüsusilə AXC Müsavat hakimiyyəti dövründə, hakimiyyətdə zor günlərə ələ keçirilmiş o elçilik hakimiyyəti dövründə müəyyən qüvvələr hakimiyyət uğrunda savaş nəticəsində hakimiyyət uğrunda mübarizə apardılar. Kresto davası nəticədə bundan istifadə edən qeyd edildiyim kimi o xarici güclər ermənilərdən bir adət kimi istifadə edib Azərbaycan torpaqlarını işğal edir. Nə yaxşı ki, yəqin ki, bütün Azərbaycan xalqı ona sevinçlidir, şükürlüdür deyək ki, nəhayət Ulu Öndərimiz Heydər Əliyev kimi bizim böyük oğlu, dahi şəxsiyyətimiz vardı və o, bu milləti üzləşdirib bəlalardan xilas etdi. Necə? Yəni 1990-cı ildə, daha doğrusu 1992-ci ildə oktyabrın 16-sında Azərbaycan 91 ziyalısı səs qideti vasitəsilə Ulu Öndərimiz Heydər Əliyevə müraciət etdi ki, gəlsin xalqımız düşdüyü bəlalardan xilas etsin. Bizim Ulu Öndər Heydər Əliyev xalqın bu çağırışına, bu müraciətdə seyirci qalmadı. Çünki ürəyi, qəlbi hər zaman bu xalqla döyülürdü. Çünki o, bu torpaqda bölünmüş, bu torpağın oğlu olaraq bu xalqın üzləşdiyi bütün bəlaları görürdü və ondan çıxış yolu ilə bağlı da təbii ki, konkret digərlərindən fərqli olan bir proqramım var idi və buna görə də 1992-ci il oktyabr 24-də yenə səs qideti vasitəsilə ziyanların müraciətinə cavab verdi ki, bəli, gəlib mən xalqın yanında o xalqı düşə biləcək bu bəlalardan xilas edir. Sonraki proseslərlə bağlı da sizin kifayət qədər indi ortaya çıxan məlumatı var ki, bunun həqiqətən də çətin, amma şərəfli bir fəaliyyət yolu tutmaqla dövlət çevrilişləri oldu. Yəqin ki, bilirsiniz, Anonçular Qanunu 95-ci ildə, ondan əvvəl isə Sürət Hüseynovun dəstəsi ilə 94-cü il oktyabr hadisələri baş verdi. Amma bütün bunlar ona görə hesablanmışdı ki, Heydər Əliyevin bu siyasətini alt-üst eləsinlər, bu millətin o Ulu Öndər Heydər Əliyevə olan ümidlərini sıradan çıxarsınlar və nəticədə yenə də o, deyək ki, o torpaqların bölücülük fəaliyyətini genişləndirsinlər. Ancaq xalq Heydər Əliyev birliyi, yəqin ki, siz bu hadisələri xatırlayırsınız, Ulu Öndər Heydər Əliyevin çağırışı ilə 1995-ci ilin oktyabr hadisələri, daha sonrası mart hadisələri zamanı Azadlıq meydanı millət 100 minlərlə insan Azadlıq meydanına yığışdılar və Ulu Öndər Heydər Əliyevin yanında olduqlarını və bütün olduqlarını nümayiş etdilər. Bundan sonra
Azərbaycanda həqiqətən də separatçı, terrorçu, hərbi qruplaşmalar sıradan çıxarıldı və nəticədə sabit, sakit bir Azərbaycan dövləti yarandı ki, Ulu Öndər Heydər Əliyev deyirdi ki, tarixi çıxışların birində sabitlik, sakitlik olan yerdə iqtisadiyyat da güclü olan, hər bir əhalinin vəziyyəti də yaxşılaşar və sosial maddi baxımdan da təminatlı olur. Oradan da qısa müddət sonra, 95-ci ildən sonra Azərbaycanda böyük bir inkişaf dövrü başladı ki, o barədə də sizin kifayət qədər məlumatı var. 95-ci ildə konstitusiyanın qəbulunun, 98-ci ildə Azərbaycanda ölüm hökmündən qolunması və nəhayət yeni bir sistemin qurulması idi ki, bu sistemin qurulmasının görmək işlərin ən yüksək nəticəsi də Azərbaycanda ordu quruculuğu. Ordu quruculuğu əsas ümdə məsələlərdən idi ki, bunun da nəticəsində ordu qurulması ilə də Azərbaycanda ordu quruculuğu prosesi geniş fürsət aldı və bu prosesin davamı olaraq Prezident İlham Əliyevin 2003-cü ildə prezident seçilməsi ilə bu ordu quruculuğu böyük bir inkişaf dövrünə qədəm qoydu ki, nəticədə bu ordu 2020-ci ili sentyabr 27-sində başlayan Vətən müharibəsi ilə torpaqlarımızın işğaldan azad edilməsinə nail oldu. 2023-cü ilin sentyabrın 19-da başlayan cəmi bəzi mənbələri, bəzi məlumatları 23 saat 44 dəqiqə deyilir, amma razılaşırıq Qarabağda, o Xankəndindəki o terrorçuların tərəfləşdirilməsi prosesi cəmi bir 40-45-50 dəqiqə çəkdi. Çünki Azərbaycan ordusu elə bir qüdrətli, güclü ordu idi ki, o ordunun qabağında heç bir qüvvət yana bilməzdi. Nəinki oradakı separatçı, terrorçu hərbi birləşmələr. Və bilirsiniz ki, 45-50 dəqiqə ərzində onlar hamısı məhv edildi və onların əsas başçıları olan Araklar, Qukasyanlar, Saakyanlar, Vardanyanlar da həbs edildilər, istintaqə təhvil verildi ya, bu yaxınlarda yəqin ki, məlumatınız var, onlar layiq olduğunları cəzanı aldılar məhkəmə tərəfindən. Bugün biz xoşbəxt xalqıq, bugün biz qürurlu xalqıq. Çünki bizim öz şərəfimiz, öz ləyaqətimiz geri qayıtdı. Bəzən hər birimiz razılaşaq ki, xaricə gedəndə, həqiqətən də, mən də, siz də hər biriniz, mən də xaricə ölkə gedəndə, həqiqətən də insan biraz utanırdı. Sual verirlər ki, cəmi cümlətəni 2 milyon erməni necə oldu ki, 10 milyonlu Azərbaycanı yenə bildi, onun torpaqlarını işğal edildi. Biz fakt qoyduk ortaya, sübutlar ortaya qoyduk ki, o torpaqları alan erməni deyildir, Rus millətçiləridir, Rus idi. 366-cı Motosiklet Diviziyanın Focalda törətdiyi soyqırımlarını, onların belə sənət sübutları qabağına qoyanda, yenə ona inanma, deyil və siz döyüşmək istəsəydiniz, siz nəinki həmin o Motosiklet Diviziyanın, o Rus qüvvələrinin zərərsizləşdirilməsinə və onların sıradan çıxarılmasına nail olar. Çox faktor sübutlar ortaya qoyur, amma yenə də onlar bizim fikirlərimizlə qəbul etmək istəmirdilər. Həqiqətən də digər ölkələr, mən Səudiyyə Ərəbistanında olmuşdum, Misirdə, Türkiyədə, Gürcüstanda, hətta Gürcüstan kimi bizə qonşu dövlət birisi 12 dənə özünün Abxaziyası kimi bir problem var. Onlar da bizə görə öz problemlərini sanki arxa plana çizib bizim üstümüzə gəlirdilər ki, siz də sizin torpaqlarınız da ermənilər tərəfindən işğal edilir. Biz yenə də onları başa salmaqda biraz çətinlik çəkirdik. Amma bütün bu suallara Azərbaycan ordusu bir dəmir yumruqla cavab verdi və torpaqlarımız işğaldan azad edilir. Yəni biz çox sevincliyik və bu sevinci bizə bəxş etdiyinə görə ilk öncə mən şəhidlərimizə biz borcluyuq, qazilərimizə biz borcluyuq. Hər dəfə deyilir, təkrar edilir ki, nə qədər hər birimizə, bir millət olaraq 7-dən 77-yə qədər nə qədər ömrümüz, canımız sağdır, o şəhidlərin haqqı bizim boynumuzdadır. Biz hər zaman onlara borcluyuq. Şəhid alanlarının qarşısında həmişə biz deyirik, onların əlindən öpürük. Onların evlatları varsa, şəhidlərimizin evlatları varsa, onları həmişə qucağımızda, öz balamızdan belə əli tutaraq onları başının üzərində qaldıracaq. Biz onlara, yenə deyirəm, biz onlara nə qədər eləsək də, biz o şəhidlərin haqqını ödəyə bilmərik.
Allah onlara hər birinə rəhmət eləsin. Allah şəhidlərimizin ruhu şad eləsin. Allah qazılarımıza can sağlığı versin. Sağ olasınız. Mən bilirəm ki, bu Səmiyan rayonunda onlarla torpaqlarımızın ərazi bütünlüyündə şəhidlər oldu. 70'te şəhid oldu bizdə. İkinci yalan müharibəsində, birinci yalan müharibəsində 200. Yəni, bu torpağı ələsən ələklə hər dənəsində bir şəhid qanı olduğunu görmək olar. Yəni, ümumi tarixi nəzərdən keçirsək ki, hansı kənddə olsan, hansı obadan üst tutsan, o kəndin, o qəsəbənin hər bir köşəsində, hər bir yerində bir şəhid izi var. Bu torpaqda şəhidlərin qanı axılır. Yəni, deyir ki, şəhid verməyən xalq heç zaman müstəqilliyini əldə edə bilməz, dövlətçilik qurur. Tarixdə özünüz bilirsiniz, bir qədər tarixən dövlətlər olub, imperiyalar hətta olub. Hanı olar, hanı o imperiyalar? Heç biri yoxdur. Tarixdə Roma imperiyası, siz bilirsiniz, Yunan imperiyası olub ki, Bizans imperiyası olub, hanı onlar bu deyil, Latın tarixində olub, yəni belə bir deyil, hanı onların heç biri yoxdur. Çünki ona görə yoxdur ki, onların xalqı mübarizə əzmi olmayıb. Onların hər hansı bir formada öz ərazi imperiya qoyaqlarız, dövlətçiliyini qoruyub saxlamaq üçün əzəmkarlıqlar olmağa, biz millət olaraq, bir xalq olaraq yarandığımız 5000 illik dövlətçiliyin tarixində həmişə mübarizə aparır, həmişə dövlətçiliyimiz yaşatmaq uğrunda çalışmışdır. Heçsə bizi əziblər yeri gələrdə. Bütün qüvvələr yığışıb, Mongol tatarlar bilirsiniz, 1321-1323-cü illərdə Azərbaycanı daşı üstünə qoymadı, darmadağın elədilər. Ondan sonra da Ruslar bilirsiniz, 1801-ci ildə, ondan əvvəl də bizdə Piotr yoxdur. Ondan əvvəl digər işğalçılar Azərbaycanı darmadağın etdilər, xalqın mübarizə əzmini qırmağa çalışdı. Heç zaman Azərbaycan xalqı o hədəfindən, məqsədindən yayılmadı. Çünki bizim olana sahib olmaq uğruna mübarizə aparır. Mən, siz də mədə, Azərbaycan tarixində, indiki müasir dövrdə Azərbaycan xalqı kimi qürurlu, qətiyyətli, mübariz xalq olduğunu, ikinci bir xalq olduğunu mən hesab eləmirəm. Biz bu xalqı daim yaşamaq və daim öz dövlətçiliyini qoruyub saxlamaq və ona sahib olan dəyərlərini yaşatmağa arzulayıram. Sizə də təşəkkür edirəm ki, bu tədbirdə iştirak edirsiniz. Mən indi sözü bizim tədbir iştirakçılarına vermək istəyirəm. Buyursunlar. Mən sizlərdən Allah sənəsə Allah bilməli. Allah bilməli. Buyurun. Əvvələn, sənəm ziyalılarımızdan və iştiraklarımızdan, elə bir layihənin səyahətəsiz keçirdiyinizə görə xoş gəldiniz bu deyilən, həmçə belə layihələr həm iştirakçı olur, həm də onlara dəstək olursunuz. Bu bütün qeydələrin, hansı ki, yerində olan qeydələr, bütün qanunlar, dövlətin bütün qanunlar, qanun olan qeydələrin hər birinə göstərilmişdir. Bizim burada şərait var, əyləşdirilmişdir, tabi keçirilmişdir, dövlətin şəraitlərdir, ona görə öğrenciler qaldı ki, qeydələrin hərəsinin özü hədəfi var. Hərəsinin özünün standartları var, hansı yönətlərdir. Sizin qeydiniz çox vətənlərlə istiqamətini götürülmüş bir hədəf. Çox mühüm məsələ. Sizin dedikləriniz, bizim və sizdən öncə bayağı bir tədbir olmuşdu. Orada da uşaqların vətənbərlər orada yetişməsinə, onların vətən sevgisinin daha da mükəmməlləşməsinə, bizə miras qalmış doğma Azərbaycanımızın gələcək nəsillərə sağlam götürülməsinə bizim kökəmiz bu olacaq ki, bizim hər birimiz bir olaq, həmrəy olaq, bir özündə nəzər yolunda sapınanları yoluna qaytarmaq, cəmiyyətdə negativ hallara qarşı bir yan var. Bir canavarların məqamında göstərilmək. Bizim evlatlarımızın sağlam yetişməsinə, onlar sağlamlı qayarına qalmaq, yüksək təhsilə malik olmalarına zəmin yaratmaq. Burada bizim vətəndaşlıq oluşması var. Bu vətəndaşlıq ortasında sözlü bir dövlətində strategiyası var ki, hər bir
cəhətdən də təhsil almağı uygulamaq istəyir, sağlamlığının qorunmasına uygulamaq istəyir, sahib gücü öyrənəkdən tam azaddır. Bütün bunlar mətbuatdan, İslam verilən belə layihə həyatına keçirsə, biz hər birimiz müstəqil fikrimiz deyilsə, burada bir məsələ hədəf verilir. Dövlət alanmışdır, dövlət evlanmışdır. Burada qocalanmışdır. Dünyaya görə hər bir uşaq valideynlər Allah dövlət deyil, amma dövlət təminatdır. Güclü, sağlam ailə dövləti var. Bu dayaqlar nə qədər mükəmməl olsa, onda sənin ocağın da mükəmməl olur. Əgər sağlam ocaqlar harada çoxdursa, orada oturduğun dövlət də mükəmməl olur. Dövlətin də söylənəcəyi xalq, xalqa söylənən dövlət həmçə dövlətli olur. Biz nə üçün bu qısa müddətdə böyük bir məkirdən çıxdıq? Nə üçün bizə qarşı qurulmuş tənələrdən, məkirlərdən ilahimizə yol açdıq? Niyə görə? Çünki başlıq paraqlı, heç kim hamılını ağaç istəyəndə hamı baba götürmək olur. Amma müdürüş adam, dəli, sənin millətlər, yerə çıxanda, onun istiqamətini düz götürəndə, bu insanın bizə olan azından halqdan da, mətbuatı onda olur ki, bizə ümumi bir götürür, nə gəlir bizə? Sanki ilahi bir millət saxlamışdır və o saxlamışdır və onu vəziyyətdən çıxar. Mən bu yaşını da çatır, mən uzun müddətdir, gəlməsin var ömrləri işləmişəm. Deməli, bu bütün prosesləri görür, gözü içərisində olur. Ona görə mən bilirəm ki, pərakəndəlik sökülmək. Amma hədəlik, birləşmək, artıq inkişaf etmək. Bu mənada Eylül'ün gəlişi gördüyünüzdə, birinci sabitlik təmizmək. Sabitlik olmasıyla dövlətimizi, xalqımızı qorumaq üçün olduğu yaratmaq, mən yanıma gəlir. Hərarıcı başı ol gətirdi. 100 minlərlə fabrisə gedirdi, 100 min lira tutan. Ustalıqla onları əliyənin yox, hərarıcı ortadan gidiyor. Özgür Vətən müharibəsində bir dənə bizə qərar oldu. Əksinə kənardan gəlirsən, köndü gətirdi, mədən olur. Amma bizdə bir ehtiyac yox. Ordumuz var, mükəmməl ordudur. Bir dənə idarəli şəxs var, onu da idarəli hərbislər. Deyirəm, biz ona bunu dansa, biz hərbizi edəcəyik. Biz hərbizi daha da işılandırmalıyıq, daha da mükəmməlləşməliyik. İstəyir ki, ailədə çox sağlamlıq, evladlarımız yaxşı dolansın. Və yaxşı dolanmaq üçün güclü dövlətimiz olmalıdır. Güclü dövlət olmaq üçün biz bir olmalıyıq. Ona görə mən sizi yormaq istəmirəm, ancaq müəllim kimi deyə bilirəm ki, zəfər o yerdə öz mükəmməl nəticəsini verir ki, zəfər salınır ki, orada birlik var, orada hədəlik var. Atalarımız min də bunu deyir ki, birlik olan yerdə birlik var. Bir kəlmə ilə. Yəni ki, biz zəfəri nəyə görə qazandıq? Xalq dövlət birliyinin hesabına, ağıllı rəhbərinin hesabına, mükəmməl ordunun hesabına, canını fəda verən, torpaq sevər oğullar hesabına, canını verdi. Bizim himnimizdə belə bir söz var. Hüququndan keçən əskər, hərə bir qəhrəmandır. Nədir bunun hüququ? O da yaşamaq istəyirdi. Amma dedi, canım qurban sənə, Azərbaycan, təki vətən sağ olsun. Bax, biz buna görə həyat tutuyoruz. Xeyir, şər, məclislər, tədbirlər, hamısı sərbəst keçirilir. Niyə? Çünki sabit vətənimiz var, inkişaf edən dinamik, dünyaya söz sahibi olan vətənimiz var. Son vaxtlar böyük tədbirləri sahiblikləri. Bu yaxında da nə şəhərlərin forum 13-cü, bəli, forum sesiyası getirildi. İlk dəfə olaraq, bu sırada 12'si keçildi. En yukarı həddə 12-ci olub 23 min, nesə 24 minə yaxın orada iştirakçı, xaricdən iştirakçısı oldu. Amma indi 40-45 min arasında 182 dövləti təmsil edir. BMT səviyyəsində olan ölkələrdən bilirsən ki, paralel bir səviyyə bu. Balalı şey görəyim bu. Buna ev sahibi, böyle etibarlıdır. Yəni ki, sağında müharibə, solunda müharibə, orada münaqişə, bu yanında işğal, ortada Azərbaycan tədbir keçirilir, özəl mesaj verir. Niyə görə? Biz artıq söz sahibiyiz. Bizim razımız olan burada başqa layihə keçirilə bilməzdir. Dövlət başçımızın bir dənə gəlməsi buna əsasdır. Bizə heç kim məcbur edib yolumuzdan sapındıra bilməz. Bizim öz hədəfimiz var. Biz
Gör nə qədər, Allah qəni qədəmə get ulu öndərə. Birinci qoşuldu ki, biz heç bir işə qarışmırıq. Qoşulmamaq hərəkatının üzvü seçildi. Fikir verək, qarışım, mən öz problemi bəlkə kifayətdir. 30 ildə verdik sizə, 30 ildə də gəlib Tantaraya, onun qapısına yedik, bunun qapısına getirirdik ki, bunların ki qaldı gələnlər. O buraya. 30 il başımızda fırlatın qaldı, dağıldılar. İndi fikirlər olsun, bərpa işi gedir, bərpalar da mükəmməl. İndi dünya fikirləşir ki, 21-ci əsrin şəhəri necə olmalı? Azərbaycan onu reallaşdırıb, Qarabağda xalq şəhəri. Yaşıl şəhər, yaşıl məkan. Bunlar nədir? Resursları ekologiyakdən təmiz, bütün hamısını dəqiqələr özündə iqtimal edən belə şəhərlərin yaradılması azından oldu. Bunlar sanki bayağı. Ona görə də axırda bəyanatsa belə bir söz səsləndi ki, növbəti sesiyanın belə bir beynəlxalq tədbirin keçirilən ölkə və bunun əzmində olan ölkələr Azərbaycandan bu tədbir yüksək təşkilatı. Mən fürsətdən istifadə edib sizin layihədə uğurlar arzu edilən birinci, bütün Azərbaycan xalqına, Azərbaycan ailələrinə sağlam ailə arzu edilən, sağlam düşüncəli, ruzi bərəkətli günlər arzu edilən və çox maraqlı bir fakt var, bu da İranın düzülür. Hər qərinədən bir, yəni 33 ildə varsa bir, tarix yenə üstə düşür. Yəni, üst qərinə bir əsr. Əsr üst qərinə. Bu 28 may bizim Respublikamızda müstəqillik o görə diğer bir mülkçülük ki adıma verilen müstəqillik, yani birinin kifayet yapan işartını artık sənəndən verildi ki müstəqillik süverenlik bizim süverenlik bərpa olundu. Bərpa günü və təbriklər gəlir. Bu bayram ücretli bayram. Bunun misli yox. Kvartal kanal olub da bəzən başqa istəyirlər. Evi olmayan adam milyonu başına tökülər, gəyi ilişdirir. Bir ara cümləmə onun başlayır. O millətin ki, müstəqil dövləti var, onun böyük bir evi var. Bundan da hesabı, bizim dinimiz, İslamdır. İslam dini bütün dünyada bəşəriyyətə bəxş olmaq, ən mükəmməlidir. Və bu mükəmməlliklə də hamının içində özün yandıran, ancaq bizə paxıllıq istəyən, üzündə gülsə də paxıllıq istəyir. Bir kişi, bütün güc qüvvələri nəsə bir dəstək almaq istəyir, həmrəylik eləmək istəyir. Bu müzik əldə edən, bu razıqanda olsunlar, bunlar amma gör nə qədər mükəmməl bir nə olur ki, biz müsəlmanlar hamısının nəzərdə o, eyni günü həmdə bizim qarşıda Qurban bayramımız gəlir. O Qurban bayramı həmrəylik, birlik bayramıdır. Müsəlman bazı qardaşlarımız həmçə bunu mütəşəkkür ilə, hər mərəsimi ilə bunu tamamlayırlar. Mən sizi qabalıram. Həm 28 may bayram münasibəti və müqəddəs Qurban bayramı təbrik edirəm. Allah hər bir sağlamlıq, evimizə bərəkət, heç kimin yaransın olmasın. Allah ordumuzu əskət olan hamı salamat gəlsin, günlər görsünlər və salamat daha güclü dövlətdə yaşayın. Mən çox xahiş edirəm. Təbii ki, bu mövzu ilə bağlı danışmaq istəyən, fikrini bildirmək istəyən. Və baxsınızda təqdim eləsən danışsan. Şuraya bax. Dur, müəllimə bax, kim kəlmə deyil. Buyur. Mən sənə də soruşam, özü bəyəm. Səlyanı müstəqil müharibədə çox yaxın iştirak edirlər və Səlyanımızın kiçik bir Səlyan gözündə bu region arasında 5 milli qəhrəmanlar. Və xüsusən sualdır ki, bu tədbirə şəhid ailələri, qazları dəvət edir. Biz heç bir tədbir ona bir tədbirinə dəvət etmək imkanı bilmirik. Niyə görə? Çünki bu iştirak edən əksəriyyətin yaxın qohumları müharibə iştirakçısıdır. Qazlı hesab, daim dəvət edilmək istəyirsə, milli qəhrəmandır. Su tənor dəstənin milli qəhrəmanının basında əyləşir. Sonra şəhid ailəsinin yaxın qohumu buradadır, indi aşağı düşdü. O yəni bu məsələ iştirak edir. Orada müşrin, yəni verəkdən dəvət edir. Bu Səlyanda elə ki, Səlyan vətənlər dövlətlər torpaqda bağlı insanlar işləyirlər. Səlahiyyətli insanlar. Həmçə dövləti və rəhbərin yanında olurlar və bir yerdə səslənirlər. Dəvə, buyur. Bizim Tarih Yaşlı Muzeyinin direktoru Rəfiq Ağabəydir. İlk olaraq salamlayıram sizi, rayonumuza xoş gəlmişsiniz.
Və bu günləri təbii ki, çox gözəl əlamətdar, tariximizin qüruru olan bir günü qeyd edirik. Təbii ki, yəni ki, ölkəmiz son vaxtlar çox qələbələr qazanıb və bizim qürur yerimizdir. Və arzu edirəm ki, müstəqilliyimiz, qələbələrimiz daimi olsun, həmişə tariximiz zəfər qarşılasın, zəfər qeyd eləsin. Və biz də tədbirlərimizi zəfərlə bağlayaq. Təşəkkür edirəm sizə, sağ olun. Mən də sizə salamlayıram, xoş gəlmişsiniz və Özünü təqdim edin. Abdullayev Vüsali Mərkəzi Kitabxana işçisiyəm. Təbii ki, biz də informasiya bir yeri kimi, yəni kitabxana bilirsiniz də informasiya daşıyıcısıdır. Biz də bütün demək olar ki, il ərzində bir çox tədbirlər edirik, vətənpərvərlik ruhunda, yəni biz əskərlərdir, olsun ki, cavan tələbələrdir, yəni dəvət edirik və bütün tədbirlərimizi bağlayırıq, elə milli şuurla əlaqəli çalışırıq ki, kitabxanada da cavanlara, yeniyetmələrə örnək olan bir şeyləri tədbirlərlə onlara çatdıraq. Çox sağ olun. Çox sağ olun. Mərkəz, Edəli mərkəzi. Buyurun, buyur. Tamam, hər birinizi salamlayıram. Xoş gördük bizim yanımızda. Edəli çox maraqlı bir mövzudur, bayraq qürurumuzdur, bəli, bayraq qürurumuzdur. Bu bayraq, dalğalanan bayraq kimi əsrlərdir, illərdir. Şəhidlərimiz canlı bahasına bu bayrağı dalğalandırırlar. Və müstəqilliyimiz əbəd olsun, daim olsun. Və bizim qeyd olunur ki, Vətən müharibəsində, Vətən müharibəsində salyanımızdan 70 şəhidi var və 5 Vətən müharibəsi qəhrəmanı var. Biri şəhidimizdir, Sübhan Cəbrayılov. 4-ü isə sağlığında prezidentin fərmanına əsasən Vətən müharibəsi qəhrəmanı statusu verilir və qeyd etmək istəyirəm ki, Vətən müharibəsi statusu Azərbaycanın ən yüksək adıdır. Ən yüksək və ən şərəfli adıdır. Prezidentin sərəncamından verilən adıdır. Mən də qürur hisslə qeyd etmək istəyirəm ki, qardaşım da Şuşa Fatihi, Mayor Zaur Hüseynov Vətən müharibəsi qəhrəmanıdır və 44 günlük savaşda Şuşanın Xankəndi istiqamətindən 3 dəfə ermənilər tərəfindən hücumunun qarşısını öz şəxsi heyəti ilə almışdır və Füzuli'nin, Cəbrayılın, Qubadlanın, Şuşanın azadlığı uğrunda döyüşlərdə döyüşmüşdür və prezidentin sərəncamı ilə hər rayonun öz medalına tərtib olunmuşdur və həmçinin də aprel döyüşlərinin iştirakçısıdır. Və salyanımızın bütün qəhrəman iki oğullarına fəxr edirəm ki, vətənimizin müstəqilliyi uğrunda döyüşürlər və biz bu torpaqlarda rahat gəzə biliriksə, onların sayəsindədir. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin, milli ordumuzu qorusun, yaşasın müstəqil Azərbaycan. Çox sağ olun. Sağ olun. Könül sən qızın familinə gedir. Orada cavan uşaqlar var. Cəfərova, Cəfərova Könül. Qəfərova. Sən qurdu ayağa bir. Baba, siz bəli. Bax, çox istəyəm, bu mövzuda siz də fikrinizi bildirəsiniz. Təramızı Bilirim məsələn. Mən də burada işlədiyimə görə fəxr duyuram. Edəli mərkəzinin könüllüsü olsa işçisi olduğumuzu fəxr duyuram. Bəli, bugün şəhidlərimiz sayəsində biz bu torpaqlarda rahat hərəkət edə bilirik, rahat gəzə bilirik. Onlara şəhid ailələrə, qazi ailələrə təşəkkürümüzü bildiririk. Onların qarşısına daş veririk. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Məktəbimizdə hansı məktəbdən gəldilər? Kim mənim məktəbdəyiz axıda? Qızım, sənin adın oldu, Cəfərova. Adın oldu. Cəfərova Tərənə. Məktəbimizdə müəllimlərdən gəlmirlər deyəsən, hə? Yoxsa. Başqa bir nəfər də danışdı. Oldu, 4-4 yaptırmada yazarsın. Tanışmaq istəyən yoxdur desənə. Onlar təbii ki, tərəddüd edirlər, eybi yoxdur. Növbəti tədbirdə danışarsınız. Mən sizdən hər birinizə təşəkkür edirəm. Çox sağ olun.
Mən Salman rayon icra hakimiyyətinin başçısına təşəkkür edirəm. Onun əməkdaşlarına təşəkkür edirəm ki, bu möhtəşəm tədbirin təşkilinə yardımcı olublar. Mən Mərkəzi Kitabxananın direktoruna, Təmiyyat Yaşlısı Muzeyinin rəhbərliyinə təşəkkür edirəm. Hər birinizə təşəkkür edirəm. Çox sağ olun, var olun, çox sağ olun. Çok sağ olun, sağ olun.